Birinci, əsas oksidlər. İkinci, amfoter oksidlər. Üçüncü, turş oksidləri. Və axırıncı, qarşı oksidlər. İndi gəlin birinci əsas oksidləri. Ümumiyyətlə, əsas oksidləri metallar əmələ gətirir. Metallar, valentliyi 1 və 2 olan əksər metallar. Məsələn, litium 2O, 1 valentlidən bir nümunə yazıram. Kalsium O, 2 valentlidən. Daha sonra kuprum 2O və yaxud da kuprum O, ferium O, xrom O. Bunlar əsas oksidlərin nümunələri. Amfoter oksidləri tapmaq üçün ilk öncə amfoter metalları birinci əzbər bilək. Metalları. Məsələn, bura sink, berilyum, plündum, qalay, alüminium. Bunları əzbər bilməliyik. Çünki bunların yanına biz oksigen qoyanda artıq amfoter oksidləri almış oluruq. Məsələn, sink oksid, berilyum oksid, plündum oksid. Daha sonra plündum 2O. Daha sonra alüminium 2O3, ferium 2O3, xrom 2O3. Turş oksidləri əsasən qeyri-metallardır və bir də valentliyi 4-dən yuxarı olan metallardır. 4-dən yuxarı olan əksər metallardır. Məsələn, plündum burada amfoter olduğuna görə, plündum O2, buradakı yoxdur. Amfoter olduğuna görə, deməli 4 valentlidir, amma amfoter oksidləri aiddir. Məsələn, NO2, CO2, silisium O2. Baxın, mən xüsusilə bunları vurğuladım ki, artıq biləsiniz ki, oksigen sayı artdıqca artıq bu əmələ gətirən oksidlərə çevrilir. Daha sonra P2O5, manqan 2O7. Baxın, metal artıq 4-dən yuxarı valentlik göstərir. Xrom O3, 6 valentlidir. Artıq bunlar deməli yüksək valentli olduğuna görə turş oksidinə çevrilir. Onda buradan belə nəticəyə gəlirik ki, metallarda 1-2 valentlər əsasidir. Amfoter metallarda təbii ki, burada 2 valentli metallar da var. Sadəcə metalın öz xarakteri amfoter olduğuna görə onun oksidi də amfoterdir. Bir sözlə, valentlik artdıqca turşuluq qabiliyyəti artmış olur. İndi gəlin görək qarşı oksidlər nədir? Qarşı oksidlər, məsələn, ferium 10-u biz burada da gördük, burada da gördük. Biz bunların ikisini birləşdirsək, ferium 3O4 alırıq. Buna niyə qarşı deyirik? Çünki içərisində həm əsasi, həm də amfoter oksid var. 2O3. Bu belə. Daha sonra plünduma baxıram. Plündum O var, bir də plündum O2 var. Toplasaq, plündum 2O3. Yəni içərisində həm plündumun 2 valentli, həm də plündumun 4 valentli oksidi mövcuddur. Daha sonra manqan 3O4.